Sabahınız xeyirli olsun əziz dostlar. MRT İnşaatdan yenidən salamlayıram hər birinizi. Ustaların işi o qədər asanlaşıb ki, çünki MRT İnşaatda onların bir çətin işi daha asan, daha rahat görməsi üçün bütün ləvazimatlar mövcuddur. Qiymətlər də olduqca münasibdir. Keyfiyyət də hər zamanki kimi müsbətdir. Onu da qeyd etmək istəyirəm ki, əziz dostlar, xüsusi olaraq hansı gün görəsən gedək ki, MRT İnşaatı orada endirim olsun, düşünməyin. Hər gün indirimdir, hər gün yeni məhsullarımız gəlir, hər gün nə isə baş verir burada. Və təbii ki, hər biri yaxşılığa doğru və siz dəyərli dostların bir işinizi asanlaşdırmaq üçün, evinizi rahat tikmək üçün daha nələr. Elə buradan başlayacağım. Təbii ki, Makuti firmasının məxsus yenə də bizim burada ustalara lazım olan bütün ləvazimatlarımız var. Mən çalışacağım ki, burada daha çox yenilənən məhsullar haqqında siz dostlara ətraflı məlumat verim. Çox hoşuma gəldi. Biz bunu uşaq vaxtı istifadə edirdik, velosipedlərimiz olmayanda. Amma indi bu bilirsiniz nədir? Daha rahat şəkildə, əziz ustalar, bir məsafədən digər məsafəyə nə qədər gedirsinizsə getməyin, rahat şəkildə siz metrinizi görəcəksiniz, düzləşdirəcəksiniz, neçə metr olduğunu bax buradan hiss eləyəcəksiniz. Hərəkət etdiyimiz zaman başlayır bizim cihaz hərəkətə gəlməyə və neçə metr məsafə qət etmişiksə, ölçümüz hara qədərsə, onu sizə rahat şəkildə deyəcək. Yəni, ustaların övladları, mən bilirəm ki, onların əllərini alıb bunu sürəcəklər. Yəni, çünki maraqlıdır, maraqlı bir şeydir. Neysə, bunu qoyaq yerinə. Növbəti bizim burada yenilənən məhsullarımız var. Bax, belə bir açar dəstimiz gəlib, ustalara lazım, vacib, ağzını bağladınız, götürəcəksiniz. Burada keçmə yerləri var və gedib işinizi görəcəksiniz. Bunun qiyməti 140 manatdır, amma sizdə nə lazımdırsa bunun içərisində var. Nə lazımdırsa var. Bir dənə bununla bütün işinizi rahat şəkildə görə biləcəksiniz. Daha sonra isə yeni məhsulumuz haqqında səbirsizlənirəm sizə məlumat vermək. Bu generatordur. Bəli dostlar, bu generatordur, amma bunun digər generatorlardan fərqi ondan ibarətdir ki, bu 3 fazadır. Yəni 3 faza nə istəsəniz onu çalışdırmaq bu generatorun köməyindən istifadə etməklə edəcəksiniz. Bir çox hallarda svark aparatlarını 3 faza çalışdığından onu digər yerlərdə, açıq yerlərdə, yəni elektrik enerjisi olmayan, 3 faza olmayan yerlərdə istifadə etmirlər. Yəni mümkün olmadığından. Amma bu generatordan istifadə etməklə siz nə 3 faza çalışırsa, onu mükəmməl şəkildə idarə edə bilərsiniz. Bax, qiyməti də üzərində yazılıbdır, əziz dostlar. Daha sonra burada belə bir gözəl aparatımız var. Bu nədir? Bu beton dəzgahının torpağa trambovka etmək üçündür. Bu böyük bir ölçüdür. Bu həm yuxarıya doğru, yəni qalxıb düşüb hərəkət eləyir. Müəyyən bir torpaq qatını, suxurları və yaxud da ki, beton qırğı tökmüsünüz, üzərinə şebel əlavə eləmişsiniz, qum əlavə eləmişsiniz, daş əlavə eləmişsiniz. Onu ayaqla təbii ki, yaymaq bir qədər müşkül məsələdir. Amma bundan istifadə etməklə siz bir məkanınızda olan bütün o suxur qatlarını, torpağı, daşı, gili rahat şəkildə sıxlaşdıra biləcəksiniz və benzinlə çalışır. Ən üstünlüyü ondan ibarətdir ki, benzinlə çalışır, elektrik enerjisindən istifadə etməyəcəksiniz.